Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılarımız. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır və növbəti maraqlı qonağımızla gəlmişik ki, sizə bu səhər də hər səhər olduğu kimi faydalı olaq, tibbi biliklərimizi artıraq və sağlamlığımız mövzusunda maksimum gözü açıq olaq. Noyabr ayı ötən ay, əslində ötən ayın 14-ü Dünya Diabet Günü idi və əslində Ümumdünya Səhiyyə Təşkilatı da bar-bar bağırır, bütün həkimlər də bar-bar bağırır ki, diabet artır, hər iki nəfərdən biri diabet olduğunun fərqində deyil və gələcəkdə bu xəstələrin sayı artacaq ki, son 30 ildə 3 dəfə artıb şəkərli diabetdən əziyyət çəkən insanların sayı. Və bununla mübarizəyə, fərqində olmağa çağırır insanları. Çünki bu həm ailələr üçün, həm ölkə üçün, həm sosial, həm də ekonomik yükdür. Çünki bilirsiniz ki, diabetli xəstələrin yanaşı olaraq başqa xəstəlikləri də olur, dərmanlarla təmin eləmək lazımdır və s. Və zədələdiyi orqanlar var diabetli xəstələrin ki, ən çox zədələnən orqanlardan da biri gözlərimizdir ki, diabetli xəstələr daha çox gözlərində problemlər yaşayırlar. İstər mirvari suyu olsun, istər digər problemlər olsun. Elə bu səbəblə də bugünkü verilişimizin Ay Həkimin qonağı göz xəstəlikləri uzmanı Doktor Zöhrə xanım Məsiyevadır. Xoş gəlmisiniz. Çox şadam sizi nəhayət studiyamızda görməyə. Çünki biz heç cür görüşə bilmirdik. Uzun müddətdir alındıra bilmirdik, amma nəhayət. Şükür Allah. Necədir işləriniz? Təşəkkür edirəm. Hər şey yolundadır. Hələ peşman deyilsiniz oftalmoloq olmağınıza? Yox, heç vaxt. Bu mənim uşaqlıqdan gələn bir arzum idi. Mənim bir babalarımdan biri məşhur Azərbaycanda göz cərrahlarının həkimlərindən biri olub. Uşaqlıqdan deyirdi ki, sən deyəsən göz həkimi olacaqsan. Aha, baba necə deyibsə, yəni proqnozu düzgün çıxıb. Mən elə hiss edirdim ki, ancaq göz həkimi olmalıyam. Doğrudan da sonra elə oldu ki, çox sevirəm bu işimi. Məncə də nə yaxşı ki, elə göz həkimi oldunuz. Düzdür, oftalmoloq, cərrah deyəndə və qarşımıza belə gənc xanım çıxanda baxırsan ki, mənim gözümü bu xanım əməliyyat eləyəcək. Rastlaşırsınızmı belə hallarla? İçəri girirlər ki, qızım həkim hardadır falan deyirlər. Deyirəm, həkim mənəm. Biraz öz aralarında danışırlar ki, bu qız bizi əməliyyat eləyəcək falan. Sonra deyirəm, narahat olmayın, biraz özümlə bağlı məlumat verim. Çünki bizim insanlarımız alışıblar yaşlı nəsil həkim dediyiniz yaşlı olar, biraz yaşı çox olar, kilolu olar, bilmirəm. Biraz belə düşüncələr var, amma onların hamısını izah edərək. Bir də referansla gəldikləri üçün, qonşum əməliyyat etmirsən, əmmə əməliyyat etmirsən, onun üçün bir balaca daha güvənli gəlirlər. Ən yaxşı xəstə populyasiyonu xəstələrin məsləhət etdiyi dost tanış məsləhəti. Bəli. Onun üçün həll edirik. Amma ilk başda onunla çox qarşılaşıram ki, bu qız bizi əməliyyat eləyəcək, sual işarələri, sonra isə üstəsindən gəlirik. İxtisasınızı Türkiyədən almışsınız? Bəli, Hacettepe Universitetindən 2013-2017-ci il məzunuyam. 2017-ci ildən Bakıdayam, ölkəmə, vətənimə, millətimə faydalı olmağa çalışıram. Alınır. Məncə çox yaxşı da alınır. Çox sağ olun. Sosial mediada da sizi izləyirik. Zöhrə xanım, mən biraz əvvəl qeyd elədim diabetli xəstələri. Çünki mən sizi izləyirəm, görürəm ki, sizin yanınıza da gəlir ki, bu pasientimizi katarakt əməliyyatı etdik, diabeti var idi və s. Ümumiyyətlə katarakta haqqında danışaq. Və diabetli xəstələrdə yaranan kataraktanın digərlərindən fərqi, niyə onlarda daha tez aşkarlamağın tərəfdarıyıq, yəni göz problemləri və s. İstəyirəm, bax, bu haqqda danışaq. Ümumiyyətlə, katarakta mirvari suyu, yəni bəzən deyirlər, katarakta nədir, mirvari suyu nədir? Katarakta bunun rəsmi, elmi, tibbi adıdır. Mirvari suyu isə Azərbaycanda el arasında qoyulmuş bir ismidir bunun. Kənardan gözümüzün içindəki linza rəngini bulanıqlaşdırıb dəyişdirdiyi üçün, mirvari rənginə döndüyü üçün insanlar buna mirvari suyu deyirlər. Katarakta normalda hər kəsin bir gün qarşılaşacağı bir yaşlanma prosesinin nəticəsidir. Gözümüzün içində anadan olduğumuzda bizimlə bərabər şəffaf, təmiz linza ilə doğuluruq. Allahın gözümüzə qoyduğu linza, billur. Billur, hansı ki, yaradılış etibarilə fotoaparatın zoomunu düşünün. Yaxını, ortaya, uzaq məsafəyə fokuslanaraq hər şeyi bizə %100 göstərən yaradılışımızda bizimlə olan linzamız. Zamanla, yaşla saçlarımız necə bəyazlayırsa, cildimizdə necə dəyişikliklər olursa, yaş aldıqca linzamız da kirlənir və kataraktaya
dönüşür. Yəni artıq biz ona kirlənmiş linzaya katarakta və yaxud mirvari suyu deyirik. Bu bir normal 50'li 60'lı yaşlardan sonra gördüyümüz normal yaşlanma prosesinin sonucudur. Amma bir də var xüsusi ayrıca bir diaqnoz, diabetik katarakta, diabetik mirvari suyu. Diabetli xəstələrdə bu daha erkən meydana gəlir. Daha gənc yaşlarda meydana çıxır. Yəni bəzən xəstələr gəlir ki, görməm azalıbdır, gözümdə bulanma var, görməmdə bulanma var. Biz belə xəstənin diabetiklik bir xəstə olduğunu aşkarlaya bilirik. İlkin diaqnozu gözünün dibinə baxaraq deyirik ki, siz %90 diabet xəstəsiniz. Yəni şəkər xəstənin diaqnozunu oftalmoloqlar qoyur çox vaxtı. Bəli, çox. Bugün məsələn, bugün az öncə, yəni 1 saat bundan öncə doktor mənim şəkərim yoxdur, yoxlatmısınızmı? Yox, yoxlatmamışam, amma bilirəm ki, məndə yoxdur şəkəri dedi. Müayinəyə otuzdurdu və göz dibindəki dəyişikliklərdən, qanamalardan, qansızmalardan, mikro yeni damarlanmalardan gördüm ki, bu tipik diabet xəstəsinə oxşayır və yarım saat sonra katarakt əməliyyatına hazırlayırdıq. Yarım saat sonra analiz sonuçlarına görə gördük ki, həqiqətən də şəkəri yüksəkdir və bu bir diabetikdir. Xəbəri yoxdur və məhz o yüzdən də daha erkən yaşda əmələ gəlib onun kataraktası mirvari suyu. Yəni ayrıca bir diaqnoz təsnifatda girir. Normal senil katarakta, yaşa bağlı katarakta, normal xəstəliyi olmayan kəslərdə ortaya çıxan bir gün məndə, sizdə, körpə uşaqda, hamımızda bir gün bu meydana çıxacaq. Bir də var daha genç yaşlarda, daha erkən yaşlarda diabetik katarakta. 30'lu 40'lı yaşlarda diabetikdirsə, o xəstə tip 1'dirsə və yaxud 40'dan sonra gördüyümüz tip 2'dirsə. Ki tip 2'ni də biz daha tez görürük, təəssüf ki, bugün. Bəli, onlarda da yəni mütləq və mütləq göz müayinəsində çox zaman aşkarlamış oluruq. Travmaya bağlı yarana bilərmi mirvari suyu? Kesinlikle mirvari suyu həm travmaya bağlı, həm də digər xəstəliklərə bağlı. Sadəcə diabetə bağlı deyil. Zob xəstələrində məsələn rastlayırıq. Xəstə deyir ki, 5-6 ildir mənə zob diaqnozu qoyulub, amma görməm yaxşı idi. Son vaxtlar nəsə bulanıq görürəm. Hemen anlayırıq ki, onlarda da katarakta daha erkən yaşlarda meydana çıxa bilir. Bundan başqa yüksək doz steroid tedavisi alan, məsələn, COVID dönəmində yüksək doz steroid tedavisi alan gənclərdə və yaxud yaşlılarda həmən COVID-dən bir müddət sonra görməmdə bulanıqlıq hiss etdim. Tipik bir şeydir. Həmən bilirik ki, steroid kataraktası var xəstənin. Yəni o hormon deyirdilər, hormon vur, tez sağalacaqsan, belə bir mövhum əmələ gəlmişdi. Güclü vur, nə bilim, bir dönəm, dozasını artdır, onu vur. İşte onların sonucunu, nəticəsini bugün çox görürük, ağırlaşmalarını çox görürük. Travmaya bağlı illər öncə zədə alıb, avtoqəzada və yaxud bir idmançıdır, boksda və yaxud hər hansı bir idman növündə və yaxud hər hansı bir zarafatlaşmada bir travma alıbdır, zədə alıbdır başına doğru, gözünə doğru və yaxud üz nahiyəsinə doğru. O kəslərdə də travmatik katarakta, yəni xəstələr gəncdir, gəlib oturub, şikayətlərini soruşuruq. Heç bir xəstəlik şikayəti yoxdursa, soruşuram, tamam, bəs yadınıza gələn son 5-6 il ərzində, son 10 il ərzində bir zədə hekayəsi varmı yadınıza gələn? Bəzən deyirlər, bəli, bir dəfə belə bir zədə almışdım, bəli. Travmatik kataraktaya da çox rast gəlirik. Təbii ki, bunların tək müalicə üsulu var. Kataraktanın, mirvari suyunun dünya üzərində, bugün burada, bəzən xəstələrə söyləyirəm, uçağa minib, sabahlarım Amerikaya, Türkiyəyə, Avropaya belə getsəniz, tək müalicə üsulu var. Kirli linzanı oradan xaric etmək və yerinə süni yeni linza daxil etmək. Bəzən xəstələr soruşur, nə edə bilərəm ki, gec əmələ gəlsin məndə bu. Söyləyirəm ki, və ya gözlüyüm yetişsin. O ayrıca bir mövzudur. İndi ora gələcəm. Nə edə bilərəm ki, gec əmələ gəlsin? Söyləyirəm ki, nə edə bilərsiniz ki, saçlarınız gec bəyazlasın? Nə edə bilərsiniz ki, cildiniz gec qırışsın? Eynisi də gözünüzün içindəki linzanın qocalmağına aiddir. Təbii ki, ən birinci onlara dediyim stressdən uzaq qalmaq. Bütün bu proseslərin hamısını sürətləndirən stress faktorudur. O da ki, müasir dövrdə imkansızdır, təəssüf ki. Hal-hazırda daha çox sanki belə stres yemin edib ki, hər şeydən üstə çıxacaq. Stressdən uzaq qalacağıq. Maksimal dərəcədə azaltmaya çalışacağıq, tamamilə uzaq qala bilməsək də və günəş işınlarından, ultrabənövşəyi şüalardan, qışdır, eynək taxmayım, günəş yoxdur, bugün eynək taxmayım deyil.
bütün gün günəşin var olduğu saatlarda, yəni qışı, yayı fərq etməz, günəş eynəklərindən, keyfiyyətli ultraviyole qoruyucu günəş eynəklərindən istifadə mirvari suyunun əmələ gəlməsini gecikdirə bilər. Bəzi insanlar var, ümumiyyətlə gözünü açır, günəşə baxır ki, görüm nə qədər baxa biləcək belə hallar. Yadıma da uşaqlıqda biz deyilirdik. Əsla və əsla çox rastlaşırıq bununla. Solar retinopatiya dediyimiz günəşə baxarkən direkt günəşin bir şüasının görmə mərkəzini yandırdığını göstərən bir xəstəlik, hansı ki, heç bir müalicəsi yoxdur. Yanıq, belə düşünün, göz dibində yanıq. Solar retinopatiya dediyimiz. Yəni günəşə baxmayın. Əsla və əsla direkt günəşə baxmaq olmaz. Gözünüzdə eynək belə olsa baxmaq olmaz. Bəzən bu solarium deyə qaralma makinalarının içində belə gözlərinizi yummalarını, epilyasiya dönəmlərində, epilyasiya zamanı gözlərə xüsusi qoruyucu eynəklərin taxımı, bunların hamısı solar retinopatiya əmələ gətirib. Yəni təəssüf ki, bunun müalicəsi yoxdur. Təəssüf ki, biz bunu geriyə gətirə bilmərik. Yanığı nə dərəcədə, bir də var ki, uzun sürə baxırsan. Hadi deyəlim ki, qısaca bir baxdın, gözünü çəkdin. Bir də var ki, uzun müddət mən günəşə çox baxa bilirəm yarışması. Bunlar solar retinopatiya gətirib çıxara bilər və onun təəssüf ki, müalicəsi yoxdur. Anadan gəlmə ola bilərmi katarakta? Bəli, anadan gəlmə kataraktalarda vardır, mövcuddur, hər zaman ola bilər. Ona görə hər zaman deyirik ki, bir yeni doğulmuşun anadan olar olmaz. Necə ki, eşitmə testini, necə ki, başqa topuq testi, daban testi falan, hamısını elətdiririk. Eləcə də mütləq və mütləq göz müayinəsi mütləqdir. Sırf bunun üçün nədən əmələ gəlir bəs yeni doğulmuşlardakı kataraktamız? Çox sevindirici haldır ki, artıq qohum nikahlarına son dedik. Amma bugünə qədər olan, bu günə qədər var olan birinci soruşduğumuz onlara qohumsunuzmu, qohum evliliyidirmi, eyni bölgədənsinizmi? Bundan başqa ananın hamiləykən keçirdiyi enfeksiyonlar, ananın hamiləykən keçirdiyi stres səviyyəsinin miqdarına görə məhz bunları soruşaraq yeni doğulmuşlarda kataraktaya mirvari suyuna rast gəlmək ola bilər. Onların əməliyyatı, onların müdaxiləsi ən təcilidir. Çünki düşünün, uşaq dünyaya gözünü açır, amma düşünün ki, açmır. Bir göz və yaxud iki göz birlikdə qapalıdır. Beyinə siqnal getmədikcə nə qədər tez müdaxilə etsək, uşağı korluqdan qurtarmış olarıq. Nə qədər gec müdaxilə etsək, o qədər uşağın beyninə, görmə mərkəzinə siqnal getməyəcək və o gözə biz müdaxilə etmiş olsaq belə tənbəl, yəni az görmüş və yaxud görməyən bir göz olacaq. Ona görə yeni doğulmuşların hər zaman, hər yerdə ən yaralı nöqtəmdir. Yeni doğulmuşların göz müayinəsi mütləqdir. Bəli, mütləq göz müayinəsi etdiririk və sağlam olduğuna əmin olmalıyıq. Çünki o uşağın dili yoxdur, desin sizə ki, mən görmürəm, mənim gözümdə katarakta var. Siz onu belə... Göz təması da qurmur axı yeni doğulmuşkən. Analar da bunu hiss etməyə bilər. Hiss etməyə də bilərsiniz. Buna görə də bir göz müayinəsinə keçin. Standart, rutin bir göz müayinəsi. Əmin olun. Müalicə üsulu deyəndə, yəni bunun elə bir dərman falan yoxdur. Ancaq əməliyyat üsuludurmu? Kataraktanın müalicəsi. Eyni bu sualı xəstələr fərqli şəkillərdə verirlər ki, bəlkə fərqli cavab alarlar. Bəlkə balqabaq suyu içim, gözüm düzəldi, katarakta soğuruldu. Bunların hamısını söyləyənlər var, amma dediyim kimi necə edə bilərik ki, saçımız bəyazlamasın, cildimiz qırışmasın, yaş almayaq. Eləcə də bizim gözümüzün içindəki linzanın kirlənməsinin, qocalmasının qabağını nə ilə ala bilirsiniz saçınızın ağarması? Onunla da onun qabağını ala bilərsiniz. Demək ki, bu normal bir yaşlanma sürəcidir. Önəmli olan zamanında doktora müraciət etmək. Bəzən deyirlər ki, qoy yetişsin, sonra əməliyyat etdirərəm. Baxın, bu keçmişdə bu önəmli idi. Çünki xüsusi lazer fokoemulsifikasiya cihazı ilə lazerlə onu soğurmurdular. Keçmiş zamanlarda gözləyirdilər ki, o yetişsin, bərkisin, qapqara bir rəng alsın, bıçaqla onu xaric etmək mümkün olsun. Keçmişdə deyirdilər ki, sərtləşsin o bəli, büllur. Sərtləşsin. Keçmiş bu 100 ilin öncənin sözüdür ki, yetişməsini gözləmək. Keçmişdə bəli gözləyirdilər ki, bıçağın o gözün daxilinə salanda orada parçalanmasın. O parçaları sıyırıb çıxara bilsinlər. Sıyırıb tam şəkildə onu qaralmış şəkildə bıçaqla çıxarmaq üçün keçmişdə deyirdilər. Amma son 10 illiklərdə, son 50-70 ildir ki, daha da çox bəlkə, fokoemulsifikasiya ilə, lazerlə 2 millim kəsikdən, yəni o qədər yetişməsinə gərək yoxdur.
o artıq zaten yetişmiş olmur. O qara şəkil alanda yetişib fəsadlaşmış, gözə artıq başqa fəsadlar da vermiş bir vəziyyətə gəlir, çıxır. Normal zamanında artıq görməmizi 40-50%-ə düşürdüksə, mütləq və mütləq onu zamanında, yəni yetişib fəsadlaşmasını gözləmədən əməliyyat etmək Bəs lazımdır. bir insan necə bilsin ki, onda katarakta yaranır? Hansısa bir siqnal, simptomlar var? Bəli, siqnal simptomları çox klassikdir. Sanki gözümün önünə bir pərdə gəlir, gedir. Belə eləyirəm, elə bil o pərdə gəldi, getdi. Sanki buzlu şüşənin, buxarlı şüşənin arxasından baxıram. Görürəm, amma bu gözümlə biraz daha ağ, bu gözümlə biraz daha sarı görürəm. İstəyirəm silim şüşəni. İstəyirəm silim şüşəni. Belə-belə eləyirəm, sanki o pərdə gəlir, gedir. Bütün bunlar klassik, tipik olaraq kataraktanın əlamətləridir. Bəzi əlamətləri, bəzi növ kataraktalar var ki, onların da xüsusi əlamətləri var ki, işıq görəndə sanki bütün tamamilə gözümü yummaq istəyirəm. İşıqda Qıcıqlandırır. Bəli, arxa subkapsulyar katarakta dediyimiz bir növü var ki, o xəstələr işığa qətiyyən baxa bilmirlər. Sırf daha çox qaranlıqda, daha çox işığı az olan ortamları sevirlər. Günəşə çıxmaq onlara rəsmən zülmə bərabər olur. Yəni biri də bu. O daha xüsusi spesifik bir növü var kataraktanın, ona aiddir. Yəni klassik əlamətləri var. Bundan başqa da yəni bəzən deyirəm ki, tək-tək gözlərinizi qapayıb açaraq hiss edə bilərsiniz ki, bir gözünüz o birisindən az görür. Niyə az görür? İkisi də nədəysə bir-birinə yaxın görməlidir. Birinin o birisindən fərq varsa bir müraciət edin göz doktoruna. Ümumiyyətlə 40 yaşından sonra sadəcə katarakta üçün deyil, çox qorxulu, qorxunc qara su xəstəliyi var ki, heç bir əlamət vermir. Baxın, dünyanın ən sinsi və ən tez kör edən xəstəliyidir. Qlaukoma, qara su el arasında bunlar qara su deyirlər bizdə. Qlaukoma, göz təzyiqi xəstəliyi heç bir əlamət vermir. Sadəcə və sadəcə 40 yaşından sonra ildə bir dəfə müayinə ilə özünüzü korluqdan qoruya bilərsiniz. Tamamilə, yəni o qədər olub ki, belə xəstə rutin göz müayinəsinə gəlib, yaxın iynəyi üçün 42 yaşı var, amma biz onun gözündə qara su, qlaukoma aşkarlamışıq. Yəni həqiqətən o insanlar şanslıdırlar ki, tez zamanda, erkən zamanda aşkarlanıb. Çünki gec dövrlərdə o xəstəliyin qətiyyən müalicəsi, elə evrələri, elə mərhələləri var ki, qətiyyən müalicəsi yoxdur. Xəstə bütün varımı, yoxmu, dünyamı sizə verin, məni qurtarın deyir. Çox təəssüf ki, artıq orada sinir hüceyrələrinin ölümündən söhbət gedir. Qara su direkt sinir hüceyrəsinin xəstəliyidir. Görmə sinirinin ölməsi ilə gedən xəstəlikdir. Ona görə biz o insanlara vaxtında 40 yaşından sonra ildə bir dəfə mütləq tam detallı göz müayinəsi olun, məsləhət görürük. Belə bir sual gəldi ağlıma. Siz dediniz ki, müəyyən bir kəsik aparılır, sonra bu billur dəyişdirilir. Bəs bugün bu çox dəbdədir göz rəngi dəyişmə əməliyyatı. Bu xəstələrdə yaşlananda gözündə katarakt əmələ gəlsə necə olacaq? Həmin o 2 millimlik kəsikdən daxil olub əməliyyatı həyata keçirmək olar. Bəli, oradakı o pigmentlər bir balaca maneə törədə bilər, amma bu əməliyyat gələcəkdəki katarakta üçün çox da maneə edici bir durum deyil. Bəs yaranmasına? Yaranmasına yox, yaranmasına bir təkan verilir. Təkan verilir. Katarakt əməliyyatı siz dediniz Fako üsulu ilə həyata keçirilir. Yəni onun üstünlüyü nədən ibarətdir? Onun üstünlüyü keçmiş zamanlarda dediyim kimi lazer dalğaları ilə o kirli linza, billur yeyilir və yerinə süni linza daxil edilir. Fakoemulsifikasiya olmadığı müddətdə, keçmiş zamanlarda isə böyük bir kəsik aparılırdı. 2 millimlik, az öncə dedim, biz o cihaz 2 millimlik kəsidən daxil edilir. Bir də var ki, 2 millimlik kəsidən deyil, daha geniş kəsikdən mirvari suyunun ölçüsünə görə bir kəsik aparılır və tam qat bıçaqla xaric edilir. Yəni düşünün, gözün üzərində tamamən 2 millimlik kəsik düşünün və oradakı 1 santimə yaxın kəsik düşünün. Hansı daha tez sağalar? Kiçik bir orqandır. 2 millimlik kəsikmi, yoxsa işte 10 millimlik, 8 millimlik, 1 santimlik kəsikmi daha tez sağalar? Fakoemulsifikasiya üsulu çox əvəz olunmaz. Son illərdə, yəni bundan öncəki bıçaqla xaric etdiyimiz əməliyyata görə daha yüksək, daha gözəl nəticələri olur, daha tez sağalma, daha avantajlı. Artıq növbəti gün xəstə deyir ki, mən çox yaxşı görürəm. Hətta eyni gün. Axşamında belə, bəzən masadan qalxdıqda belə, axşamında belə, səhərsi gün, yəni qayət çox gözəl o kirli linzadan
qurtarmış və 100% görmüş olurlar. Hətta mən bilirəm ki, yaşlı insanlar katarakt əməliyyatından sonra deyir ki, bilsən bunu vaxtında eləyərdim, heç cavan vaxtı belə yaxşı görmürdüm. Eyni ilə. Çünki 45-dən sonra linza kirlənməyə başlayır. Bəzi xəstələr var, 55-i keçirir, elətdirməyəcəm deyir, 65-i keçirir, elətdirməyəcəm deyir. 75-ə gəlir, cəmi 7-10 dəqiqəlik bir əməliyyatdır, yerli keyidici ilə. Heç bir ümumi anesteziya gərəkdirmədən. Yatızdırmırsınız xəstələri? Yox, kesinliklə yatızdırmırıq. Yəni, yerli keyidici damcı ilə, hətta iynədən belə istifadə etmirik. Yerli keyidici damcı ilə, damcını gözünə tökəndən 2 dəqiqə sonra tamamilə keymiş olur. Hiss edirsinizmi deyirəm, məsələn, orada pinsetlə tutarkən? Yox, bir şey hiss etmirəm deyirlər artıq 2 dəqiqə sonra. Əməliyyatdan sonra deyir ki, elə bu qədər, ay doktor, elə bu. Başlamadın sən əməliyyatdan. Keşke zamanında əməliyyat olsaydım deyə söyləyirlər. Bundan %90 qarşılaşırıq ki, zamanında keşke olsaydım. Zöhrə xanım, bu katarakt əməliyyatda qoyduğunuz linza, bu uzağı görməni yaxşılaşdırır, yoxsa həm yaxını, həm uzağı? O linzanı nəyə uyğun seçirsiniz? Gözəl bir sorudur. Yəni, əsrimizin insanların katarakt əməliyyatı olmağı istəyən insanların ən çox verdiyi sualdır. Eşitmişsiniz yəqin ki, insanlarımız da eşidib ağıllı linza. Ağıllı linza nədir? Normaldə eskidən hansı linzaları qoyurduq? Mirvari suyunu xaric etdik, yerinə monofokal, sadəcə uzağı göstərən linzaları daxil edirdik. Xəstə yaxına baxarkən əməliyyatdan 20 gün, 1 ay sonra yaxına baxmaq üçün yaxın eynəyi təyin edirdik. Yəni, uzaqda eynəkdən istifadə eləmir, uzağı 100% görür. Yaxına isə əl-qol məsafəsi, telefon, kompüter məsafəsinə eynə istifadə edirdi. Sonra isə oftalmologiya, elm, tibb inkişaf elədi və ağıllı linzalar meydana çıxdı. Ağıllı linzalarda isə nə yaxında, nə orta məsafə, bilirsiniz, günümüzdə kompüter məsafəsi yaşlıların da, gənclərin də həyatında böyük rol oynayır. Nə yaxında, nə ortada, nə də uzaqda eynəkdən istifadə etmirik. Ağıllı linzalar istifadə etdikdə. Həm uzağı görür, həm yaxını görür. Xəstə həm uzağı görür, həm orta məsafəni, həm yaxın məsafəni eynəksiz göz daxilindəki linza ilə görür. Bunlar el arasında trifokal linza da deyirlər, ağıllı linza da deyirlər, premium linzalar da deyirlər. Amma sonuc, mekanizma bir dənədir. Yaxını, ortanı, uzağı göstərən linzalar. Bəs yaxşı, deyək ki, 10 il qabaq köhnə obrisi linzadan qoyulub, uzağı görür, yaxına eynək istifadə edir. İndi gəlir, deyir ki, yox, mən bəs qonşumu eləmişsiniz, həm uzağı, həm yaxını görür. İndi bu linzanı çıxardım, mənə də ağıllı linza qoyur. Mümkündürmü bu? Mümkündür, ancaq öncəliklə o xəstənin tamamilə detallı bir göz müayinəsindən keçməlidir. Xəstənin diabeti varmı? Diabeti olan xəstələrə, az öncə danışdığımız ki, ağıllı linzaları əsla və əsla qoymaq olmaz. Bu, yəni protokol belədir ki, ağıllı linzaları göz dibi təmiz olan, göz dibində sadəcə diabeti yox, sarı nöqtə xəstəliyi, göz dibində qocalma xəstəliyi, qlaukoma, qara su xəstəliyi varsa bu xəstələrin əsla bu linzalardan istifadə etmək olmaz. Göz sağlamdır, göz dibi də sağlamdır, diabeti yoxdur xəstənin, qlaukoması, göz təzyiqi yoxdur. Gözü bu əməliyyat üçün uyğundur. O zaman o kəslərə ağıllı linzanı qoymaq olar. Yəni, o qədər insanlar var ki, gəlir deyir ki, mənə ağıllı linza qoy, amma şəkəri 500, asla və asla, yəni mümkün deyil. Kim edirsə, bu kriminaldır, cinayətdir bunu etmək. Amma o xəstə gəldi, 10 sənə öncə uzağı göstərən linza qoyub, amma indi istəyir ki, dəyişsin. Tam detallı bir göz müayinəsindən sonra, göz dibi sağlamdırsa, əməliyyat vaxtı gözündə bir fəsad əmələ gəlməyibsə, göz təzyiqi yoxdursa, yəni tamamilə sağlamdırsa, gözü bunun üçün uyğundursa, o zaman düşünülə bilər. Çünki bu da bir travmatizə bir şeydir. İçəridən linzanı xaric et, yerinə ağıllı linza qoy. Çox travmatizədir, məsləhət görməliyik, amma xəstə çox inad edirsə, tam detallı, gözü uyğundursa, o zaman bu düşünülə bilər. Təşəkkür edirəm sizə. Təəssüf ki, edirəm. vaxtımız çox belə sürətlə getdi. Amma əminəm ki, tamaşaçılarımıza tam aydın oldu bu katarakt mirvari suyu məsələsi ki, necə yaranır, necə müalicə olunur və mən arzu edirəm ki, biz hamımız katarakta olaq. Çünki katarakt olmuşluqda deməli yaşımız çoxdur. Bəli, onu da keyiflə yaşamaq lazımdır. Ömrümüz uzun olsun, yəni bunu arzu edirəm. Çünki doğrudan da yaşa bağlı olaraq doktor dediyi kimi hamımızda yarana biləcək, amma müasir oftalmologiyanın əlində çox asanlıqla aradan qalxan və pasiyent məmnuniyyəti yüksək səviyyədə olan bir əməliyyatdır. Düzdür, doğru həkim seçmək də vacibdir. Bugünkü qonağımız Türkiyənin Hacettepe Universitetinin məzunu, uzman cərrah, oftalmoloq Zöhrə xanım Məsiyeva idi dostlar. Gözlərinizi qoruyun, ümumiyyətlə sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik.